beynimizdə belə bir senaryo canlandıraq. Biz hər gün müəyyən paltarları geyinib seçmək imkanına malikik. İstəyəndə paltarlarımız çirklənəndə onları yuya bilirik, ütüləyə bilirik, yenisini ala bilirik. Amma dəri bizim elə bir paltarımızdır ki, o bizim gündəlik seçmə şansımız olmayan, istədiyimizdə təmizləmə imkanımız olmayan, yenisi ilə dəyişdirə bilmədiyimiz, hər an geyinmək məcburiyyətində qaldığımız ən dəyərli paltarımızdır. Ona görə də biz onun gigiyena qaydalarını və qoruma yollarını yaxşı öyrənməliyik. Gəlin əvvəlcə biz dərinin quruluşu haqqında danışaq. Deməli, dəri 3 qatdan təşkil olunmuşdur. Üst qat epidermis qatıdır, orta qat derma qatıdır, alt qat isə dəraltı pil qatıdır. Üst qatın hüceyrələri, epidermisin hüceyrələri ölü hüceyrələrdir. Məsələn, mən dərimi cızdıram, bu zaman burada bir oxan təmiri gəlir və tökülür. Amma bu bizə elə də bir ağrı vermir. Çünki buranın hüceyrələri ölü hüceyrələrdir. Necə ki, saçımız və dırnağımız ölü hüceyrələrdən təşkil olunubsa, görürsünüz, saçımızın da özünü kəsəndə, dırnağımızı da kəsəndə biz ağrı hiss eləmirik. Niyə? Çünki oradakı hüceyrələr ölü hüceyrələrdir, canlı deyillər. Epidermisin üst qatının hüceyrələri də ölü hüceyrələrdən təşkil olunub. Epidermisin alt qatında isə nisbətən canlı hüceyrələr yerləşir. Və bu canlı hüceyrələrin bölünməsi hesabına epidermisin üst qatına tökülən ölü hüceyrələrinin yeniləri ilə əvəzlənməsi baş verir. Bundan başqa siz mütləq yadınızda saxlamalısınız ki, epidermis qatında melanin pigmenti yerləşir. Melanin pigmenti bizim dərimizə rəng verir. Məsələn, bəzi insanlarda melanin pigmentinin miqdarı çoxdur. Ona görə o insanlar tünd rəngli görsənirlər. Bəzi insanlarda isə, məsələn, albinozlarda melanin pigmenti o qədər azdır ki, onların dərisi çox açıq rəngdə görsənir. Epidermisin alt hissəsində isə derma qatı yerləşir. Biz dermaya əsl dəri və yaxud ki, kutis qatı da deyə bilərik. Çünki burada sinirlər yerləşir, qan damarları yerləşir, baxın, tüklər yerləşir, tükü qaldıran əzələlər yerləşir, qıvrım şəklində tərməzləri yerləşir. Və buna görə də biz məhz bu qatı əsl dəri və yaxud ki, derma qatı adlandırmışıq. Derma qatı birləşdirici toxumadan təşkil olunmuşdur. Və buradakı